məqbulun. Ramazan ayında əməlləriniz məqbuldur, yəni qəbul olunmuşdur. Və duaukum fihi müstəcəbun. Dualarınız müstəcabdır. İbadətdə bir xatırlama var. İbadətdə bir xatırlama var. Xatırlama budur ki, oruc tutmaqda Peyğəmbər sallallahu buyurur ki, qiyamətin bir xatırlaması var. Oruc tutmaqda qiyamətin bir xatırlaması var. Hələ namazın özündə də qiyamətin bir xatırlaması var. İnsanın qiyam halında dayanması, ondan sonra rukuya getməsi, səcdəyə getməsi, qiyamətin nişanələri var, əlamətləri var. Həzrət buyurur ki, orucda qiyamətin xatırlanması var. Və oruc deyildiyi zaman, oruc tutmuşam. İnsanın bütün əzaları oruc olmalıdır. Yəni, təkcə bundan getmir ki, insan əgər yemək yemir, yaxud su içmir, mən oruc tutmuşam demək deyil. İnsanın bütün əzaları gərək oruc olsun. Yəni, gözündə orucu var, dilində orucu var, qulağında orucu var. Yəni, bütün əzalar oruc halında olmalıdır. Peyğəmbərimiz bu cür buyurur. Buyurur ki, vəhfəzu əlsinətəkum. Ən əsası, dilinizi saxlayın. Oruc halında dilinizi saxlayın. Nə qədər günahlar var ki, əleyhissalam, dillə olur, insan gərək dilini saxlasın. Ən böyük günahlar dillə olur. Ən böyük günahlar deyil. İnsan dillə tutduğu orucun savabını azaldır. Dillə etdiyi günahlara görə tutduğu orucun savabını azaldır. Ona görə dilimizi möhkəm saxlamaq lazımdır. Həzrət buyurur ki, vəhfəzu əlsinətəkum, dilinizi saxlayın. Vəğussu əmmə la yəhillun nəzər iləyhi əbsarəkum. Gözünüzü saxlayın, diliniz oruc olsun. Gözünüz oruc olsun, gözündə orucu var. Gözün orucu nədir? Həzrət buyurur ki, o yerlər ki, o şeylər ki, halal deyir, oraya baxmayın. Adam deyir, gözünü haramdan çəkir, yerə baxır, Allah Teala yerin mələklərinə deyir ki, o bəndəyə dua edir. Göyə baxır, gözünü haramdan çəkir. Göyə baxır, hədis-i qüdsidə keçir bu hədis. Göyün mələklərinə deyir ki, o bəndəyə dua edir. Gözdə gərək haramdan çəkinsin. Daha sonra qulaq. Qulaqda gərək oruc olsun. Və əmmə lə yəhillu istimə iləyhi əsməəkum. O şey ki, qulaq asmaq halal deyil, ona qulaq asmayın. Biri qeybət edir, yanında deyinən ki, mənim üçün qeybət danışmaq. Düzdür, qeybət edən böyük günah qazanır. Amma qulaq asan da onun günahına şərik olur.